Ermənistanın Raça bölgəsindəyik. Bugün Toyota Qafqaz şirkətinin təşkilatçılığı ilə Azərbaycandan bir qrup avtomobilçi və blogerlər gəlib. Bu iki nəhəng avtomobili test edəcəyik. Toyota Land Cruiser və Hilux Pickup. Köhnə versiya nə qədər tez tərpənsə də hibrid baxın neynədir. Keçdi getdi. Buna çatmaq olur. Təxminən 100 at gücü fərq var. Mən hazıram. Toyota Land Cruiser 300-ün hibrid variantını test elədik. Mən əminliklə deyirəm ki, bu maşının hibrid olduğuna ayağını qaza qoyub yerdən tərpədəndə heç kim inanmaz. Sanki onu sənə kimsə desə, bəlkə pasportunu açıb göstərsə, onda bilərsən ki, bu hibriddir. Maşın canavar. Köhnə versiya ilə hələ mən ən azı 2 saniyə gec tərpəndim. 5 saniyə keçdi onu. Möhtəşəm. Bu avtomobilin Azərbaycanda satış qiyməti 190.800 manatdan başlayacaq. Müxtəlif komplektasiyalarda təqdim olunacaq. Hər halda Toyota Bakı mərkəzi, Toyota Abşeron və Toyota Gəncə mərkəzlərində avtomobilin test sürüşlərindən sonra bizim bu fikirlərimizə yəqin ki, şərik olacaqsınız.